Xəbər ertəsinin qaynar xəttinə müraciət edən vətəndaşlar bildirirlər ki, bölgələrdə zəruri tibbi yardıma ehtiyac olduqda ciddi çətinliklərlə üzləşirlər. Zaqatala sakinlərinin sözlərinə görə bəzən yaxın məsafədən belə ilkin tibbi yardım briqadası gecikir. Ərazilər üzrə ayrılan təcili yardım briqadalarının sayı həmin rayon əhalisinin sayına uyğun deyil. 3-cü qrup 50-yəm, sələ gəlir. Özüm uvalitəm, qardaş. Mən müəyyən neçə dəfələrlə məsələn, skola çağırırsam, skolada cəhlənkarlıqlar olur. Ağrı kəsici dərmanlar olmur çoxunda. Elə ki, vaxtında gəlmir, saat 1 saat, 2 saat ləngiyilə. Deyirlər, nə bilim, gah deyir, nə bilim, adasa simində idi, xalaca nə bilim, çağırışdıraydı. Misal üçün, 3-cü talaya gidir də buradan. Əməlli yol var. Hardasa 30 kilometr yol var. Nə olur, o arada bir də məntəqə yaratsa, bir yüngül var. O xidmət də yaxşı olar. Mən yaxındır deyib, mən razıyam. Amma uzaqdakına razı qalmır axı. Yaxşı olar ki, ara kəndlərdə o məntəqə təcili yardımda bir 2-3 maşın yaratsa, o biraz rahat olur. Ağstafada da təcili yardım heyətinin çağırılan ünvana gec çatması sakinləri narazı salıb. Onlar deyirlər ki, illərdir vəziyyətin düzələcəyinə ümid edirlər. Ancaq problem həll edilmir ki, edilmir. Səhhətində problem yaranan şəxs adətən sakinlərin köməyi ilə yaxın poliklinikalara çatdırılır. Təcili yardım gəlmir də qardaş. Vaxtında gəlmir. Bunun deməyin yeri varmı ki? Oğlum 4-cü il deyib, xəstə dəyili olub deyib ki, mənim qeydiyyatım Qazaxdır məsələn. Deyib ki, Qazaxda çağırın, nəminə psixi xəstədir də uşaq. Deyir ki, bizə aiddir. Nətəsən bu ölkənin vətəndaşı nətəsə aiddir. Ağstafa rayonunun özünə, Qırlı kəndinə. Bəzi vaxtlar olub ki, 3-4 dəfə çağırmışıq, bəzilərində olub ki, gec gəlib.